Birinci ziyarətimiz başlayır İmam Rza əleyhissalamın qardaşı oğlu Seyyid Muhammed ağanın ziyarətindən. Müşkillərimizi, çətinliklərimizi həllə asan qərar versin inşallah. Gəldiyimiz bu ziyarətgah, yol gələndə ilk ziyarətimiz hansıydı? Şah Abdüləzim ağanın ziyarəti. Orada iki dənə də İmamzadə var idi. Biri İmamzadə Həmzə, biri də İmamzadə Tahir. O ki İmamzadə Həmzəni ki biz ziyarət elədik, İmam Musa Kazım əleyhissalamın övladıdır, İmamzadə Həmzə. Bu gəldiyimiz ziyarət Seyyid Muhammedin qəbridir ki, İmamzadənin oğludur. Musa əleyhissalamın qardaşı olmuşsa. Bir zamanlar İmam Musa əleyhissalam şəhadətə yetişəndən sonra, uzun bir müddət sonra yavaş-yavaş aşiqlər İmam Musa əleyhissalamın ziyarətinə gəlir. İmam Rza əleyhissalamın qardaşı oğlu Seyyid Muhammed ağanı qəbrini ziyarət etdikdən sonra zəvvarlarımızla daxil olduq yenidən İmam Rza əleyhissalamın hərəminin ətrafına və növbəti ziyarətimizə tərəf hərəkət edirik. Məcmuül Bəyan kitabının müəllifi, Qur'an-ı Kərimə təfsir verən Təbərsi ağanın mübarək qəbri. Təbərsi ağanın qəbridir. Burada dəfn olunan şəxs ustadlarından olan və zəmanənin imamı ilə görüşən Şeyx Ayətullah Səbzivara.